Salam dostlar, Mag efirdədir. Mən hazırda səhnədəyəm və sizinlə danışıram. Səhnə təkcə danışıqlardan ibarət deyil. Səhnə daha çox danışmadıqlarımızla, gizli sirlərimizlə və daxili dünyamızla formalaşır. Nədir bu səhnənin sirri? Bugün peşəkarlarımızla bu sirri açmağa çalışacağıq. Studiyamızın qonağı Pantam Teatrının rejissoru və aktyoru Ceyhun Dadaşovdur. Xoş gəlmisiniz Ceyhun müəllim. Çox sağ ol, xoş gördük. Mövzumuz səhnə psixologiyası ilə bağlıdır. Nədir obraz, nədir daxili yaşantı və bu səhnə psixologiyası bizdə necə formalaşır? Səhnə psixologiyası ümumilikdə belə deyək də, aktyorun psixologiyası, rejissorun psixologiyası və bunların vəhdəti, həm də eyni zamanda tamaşaçının psixologiyası. Bunlar bir yerdə artıq bir tamaşa, bir belə deyək, teatr formalaşdırır. Bu üçbucaq tamaşaçı, rejissor və aktyor. Təbii ki, bunların arasında rəssam, bəstəkar və s. bunların da öz rolu var. Amma bütün hadisələr ideyanın aparılması bu üçlü arasında baş verir də. Rəssam, bəstəkar və s. bunlar rejissorun ətrafında toplaşırlar. Və psixologiya deyəndə bu prosesdə burada həm qorxular, həm belə deyək, ötürmək istədiyin informasiyalar, həm tamaşaçı ilə dialoq, bunlar bir-birindən üst-üstə düşüb və uzlaşmalıdır. Yəni əslində danışılması və açılması çox böyük, geniş bir mövzudur. Belə bir söz var ki, bunu daha çox eşidirik. Aktyor yalan danışır. Amma aktyor səhnədə səmimi olmalıdır. Hərçənd ki, bizim sözlərimiz aktyor olaraq yalan danışırsa, biz səhnədə necə səmimi görsənməliyik? Aha. Burada belə bir detal var. Səmimiyyət, sonra özün kimi və s. ifadələri biz eşidirik də. Səmimi ol, özün kimi ol. Çox vaxt filmlərdə bunu eşidirik, özün kimi. Mən özüm kimi olsam, axı sənin əsərinə, sənin filminə və yaxud sənin yaratdığın təklif olunmuş vəziyyətə uyğunam, uyğun deyiləm, bu sual altındadır. Yəni, Təbii. özüm kimi olmaq sual deyil. O ki, qaldı səmimiyyət, biz qarışdırmalı deyilik. Həyatda olan səmimiyyətlə səhnə səmimiyyəti ayrı-ayrı detallardır. Biz oxuyuruq Stanislavskidə. Səhnə səmimiyyəti. Özü yazıb da. Axı səhnə sözün yazıb ora. Yəni biz anlamalıyıq ki, səhnə səmimiyyətinin həyatdakı səmimiyyətə aidiyyatı yoxdur. Biz səhnədə o yaratdığımız obraz var, hansı ki biz yaratmışıq. Stanislavskinin dediyi kimi ya yesim ifadəsi var, mən varam. Həmin obraz var yaratdığım, amma mən obrazın içində varam. Yəni mən həmin situasiyada olsaydım, necə olardım? Əgər ki, o sehirli Stanislavskinin əgər ki sözü var, orada mən necə olardım? Sehirli. Mən bunu sehirli, mən bunu qəbul edirəm. Mən səmimi olaraq buna inanıram. Mən obraz olaraq, personaj olaraq səmimi var oluram orada. Yəni yalandan falşa, yalançı belə deyək də, şablon, ştamp hərəkətlərə qaçmıram və yaxud intonasiyaya qaçmıram. Bu mənada səmimiyyətdən gedir. Yoxsa biz bəyəmində səmimiyik. Mən səmimi olsam, mən ayağımı uzadaram, qoyaram, onun üstündə evdə necəyəm. Axı, hər yerin özünə uyğun səmimiyyəti var. Mən burada da bir obraz oynayıram. Tələblərdən, şərtlərdən çox Hə, şey var. mən burada Pantomim teatrının rejissoru və aktyoru obrazını oynayıram bu dəqiqə. Sən burada, belə deyək də, bir müxbir rolunu oynayırsan. Yəni, biz burada da rol oynayırıq. Burada da səmimiyyət. Amma həyat səmimiyyəti tək olanda yaşadığımız səmimiyyətlə eyni deyil. Və yaxud səhnədə həmin dediyimizdə, mən bəlkə elə situasiya ola bilər ki, orada əsəbləşib durub səhnəni tərk edərəm, həmin adamın yanından gedərəm. Amma əsər tələb edir ki, mən orada qalım. Amma mən orada qalmağımı doğrudan da belə doğrultmalıyam. Bu səmimiyyətdən gedir söhbət. Həyatla səhnəni ayırmağı bacarmaq lazımdır. Onda daha rahat olur sözləri anlamağa. Biz səhnənin psixologiya tərəfindən danışırıq. Bəs səhnənin bədən dili tərəfindən danışsaq, bizim şuurumuzla, bizim bədənimiz nə qədər vəhdət təşkil edir? Hə, mən bir verilişlərin birində də demişdim, ad çəkməmişdim və yenə də ad çəkməyəcəm. Nəriman Nərimanovun bizim möhtəşəm aktyorların biri haqqında bir fikir oldu. Dedi ki, o aktyorun bədəninin dediklərindən xəbəri yoxdur. Yəni, bu nə deməkdir? Nə demək? Bu o deməkdir ki, bu aktyor danışır, çox gözəl emosional danışır, fikirləri deyir, amma bunun bədəni yalan danışır. Yəni, mən səni sevirəm deyir, amma belə dayanıb, əsəbidir. Mən çox rahatam deyib, amma belə deyir. Mən çox sərbəstəm deyir və iki tip insanlar var da, üç tip daha doğrusu da şərti olaraq. İntrovert, ekstravert və ambivert. İntrovert özünə qapalı insanlardır. Ekstravert açıq,
Ambivertdir səhv eləmirəmsə, bu orta. Yəni Dəyişir, həm elə ola rahatdır, bilər. bəli, sərbəst. Həm özünə qapalı rahat otura bilir, həm ətraf mühitlə ünsiyyət qura bilir də. Mən özümü mən çox darıxıram, mən sıxılıram və s. deyirəm, dialoqum, daha doğrusu monoloqum belədir, amma belə oturmuşam. Daha doğrusu belə oturmuşam. Və o Nəriman Nərimanov da onu deyir ki, bu adam başqa söz deyir, amma bədəni başqa şey danışır. Həyatda biz bunun haqqında düşünmürük. Çünki həyatda bizim bədənimiz zaten bizim psixologiyamızla uzlaşır. Bizim ifadə vasitəmiz nədir? Bizim ifadə vasitəmiz, psixologiyamızın ifadə vasitəsi, büruzə vasitəsi söz və bədənimizdir. Bundan başqa heç nə ilə biz bunu ifadə edə bilmərik. Sənin nə hiss elədiyin mənə yalnız sənin bədənin və yaxud sözlərinlə gəlib çata bilər. Mənə qaranlıq qalan bir dənə tərəf var. Emosional bağla, psixoloji bağ. Fərqi var bunların? Bax, psixologiya nədir ümumiyyətlə? Emosionallığın. Yox, ruh haqqında elmdir də. Psixoz, logos. Ruh haqqında elmdir. Emosionallığı nədir? Emosiyalar nədir? Bizim hiss etdiklərimiz. Bax, ikisi də mücərrətdir. Yəni toxunula bilməyən, tutula bilməyəndir. Mənim ruh halım anlayışı var. Mənim ruh halım birbaşa mənim emosiyalarımla bağlıdır da. Yəni bunu necə ayırmaq olar? Bir-birindən ayırıb İzah eləmək çətindir. Ayrı-ayrı bunları qoymaq çətindir. Belə deyək də, kobud deyək. Ruh mənim var olmağımın substansiyasıdır. Emosiyalar mənim o substansiyamın əhvalıdır. Yəni çox kobud belə bir ifadə idi. Bunun heç bir elmi tezisi filanı yoxdur. İndi sadəcə kobud izah eləmək üçün belə bir tezis irəli sürdüm. O baxımdan, yəni mənim ruhum və mənim emosiyalarım bunu ayırmaq biraz düzgün deyil. Mənim mən olduğumu təyin edən mənim emosiyalarım, mənim davranışım, mənim düşüncələrim, mənim fikirlərim, mənim mücərrəd olan hər bir şeyin mənim mənliyimi təyin edir. Mənim mücərrədimsə, mənim xarici ifadə vasitələrimdə, sözümlə və yaxud bədənimlə artıq öz belə əksini tapır. Hərdən olur biz kimisə görürük, xoşumuz gəlmir adamın xarici görünüşdən, ilk baxışdan. Bizə eybəcər görünür, bizə pis görünür. Onunla ünsiyyət qurandan sonra onun ruhu, onun emosiyaları, onun əhvalı üzünə çıxır və o bizim üçün dəyişir onun siması. Bu necə baş verir? Bilmirəm. Yəni səhnədə də budur. Emosiyalar önə çıxmalıdır və tamaşaçıya ötürmə vasitəsi də bizim bədənimiz və sözümüzdür. Peşəkar aktyor bədəni və sözü elə idarə edə bilir ki, o istədiyi insan əhvalını tamaşaçıya ötürə bilir. Müəllim, bu elə mövzudur ki, danışdıqca danışmaq olar. Bəli. Çox sağ olun gəldiyinizə görə. Təşəkkür edirik. Çox sağ ol, təşəkkür edirəm. Bir aktyorun rola hazırlıq prosesi yəqin ki, sizin üçün də maraqlı olar. Gəlin bunu sujetdən izləyək. Bugün mart ayının 10-udur. Azərbaycan teatr sevənləri Milli Teatr gününü qeyd edir. Mart Azərbaycanda Milli Teatr günü kimi qeyd olunur. Çünki 1873-cü il martın 10-unda Mirzə Fətəli Axundzadənin Sərgüzəşti Vəziri Xan Lənkəran komediyasının Bakıda tamaşaya qoyulması ilə Milli Peşəkar Teatrın əsası qoyulmuşdu. Bu tarix teatr sevərlər tərəfindən 150 ildən çoxdur ki, Milli Mədəniyyət Bayramı kimi qeyd edilir. Açığı teatrın bu qədər il yaşamasının əsl səbəbi onu sevən insanların heç vaxt tükənməməsidir. Bir də yaradıcı insanların səhnə və sənət sevgisidir. Hər nəsil səhnəyə öz hissini, öz yanaşmasını və öz baxışını gətirir. Bugün də bu yolu davam etdirən gənc bir qonağımızla həmsöhbət olacağıq. Səhnədə göstərilən bir neçə saatlıq performans aylarla davam edən daxili və fiziki hazırlığın nəticəsidir. Bu yol aktyor üçün hardan başlayır? Aktyor bir rola necə hazırlaşır? Kənardan bəlkə də bir o qədər
sadə görünür proses, amma əslində böyük zəhmət, böyük əziyyət, böyük məsuliyyət tələb eləyir bu bəhs elədiyimiz proses. Hansı ki, müəyyən oturuşmuş, qəbul olunmuş, yazılmış, belə deyək, ştamplaşmış metodlar, stillər, sistemlər var bu prosesə xidmət eləyən. Biz də onlara müraciət edirik. Təbii ki, bu prosesin ayrılmaz hissəsidir, amma mənim fikrimcə, subyektiv fikrimdir. Aktyorun bu prosesə, rola hazırlıq prosesinə yanaşması individual olmalıdır, fərdi yanaşma əsasında. Hətta bu insanın özündən, fərdin özündən, obrazın özündən uyğun olaraq, özünə uyğun olaraq da dəyişə bilir. Mən üçün, misal üçün, bu proses başlayır, oynayacağım obrazın səbəblərini tapmaq, ona haqq qazandırmaq, bəraət qazandırmaq, bunun doğrultusunda onun daxilini, daxili aləmini tapmaq, hiss eləmək. Bu da necə baş verir? Oxuduğumuz, müraciət elədiyimiz əsərdə obrazın situasiyalara verdiyi, belə deyək, reaksiyalar, hadisələrə verdiyi reaksiyalar və yaxud dialoqlardakı iştirakı, verdiyi cavablar. Bugün Milli Teatr günüdür. Bu yolun davamçısı olaraq sizin də ürək sözlərinizi eşitmək xoş olardı. Yaxşı ki, belə bir gün var. Bu gün bizim üçün, ümumən teatr sevərlər üçün bir bayram ədası ilə keçir. Çox xoşdur belə bir gün olmağı. Mən də bu gün münasibəti ilə bütün teatr sevərləri bu sənətə, bu yola canını qoymuş, ürəyini qoymuş hər bir kəsi işindən, statusundan fərqi olmayaraq təbrik edirəm. Teatr gününüz mübarək olsun. Bax, eyni sənin bu paltarından görmüşdüm. Mən yazıq elə bildim sənsən, yoldaşlarımı buraxdım, qaçdım arxasınca. Sən məni başqaları mənsəb salırsan? Bugün bir tamaşaçının baxıb keçdiyi, amma aktyorun aylarla içində yaşadığı bir obrazın yaranma yolundan danışdıq. Aktyorluğu bəzən saf bir sevgiyə bənzədirlər. Çünki bu elə bir sevgidir ki, nə görünüşə baxır, nə də qarşılıq gözləyir. Sadəcə var olur, yaradır və yaşadır. Teatr günümüz mübarək. Studiyamızın qonaqları Yuğ Dövlət Teatrının aktyoru Vüqar Hacıyev və qrim ustası Adilə Alıyevadır. Xoş gəlmisiniz. Təşəkkür ederim, xoş gəliniz olsun. Bizim bugünkü mövzumuz obrazı daxilən yaşayan sənətçi və səhnə psixologiyası ilə bağlıdır. Vüqar müəllim, nədir səhnə psixologiyası aktyor olaraq? İlk öncə təşəkkür edirəm dəvətiniz üçün, minnətdaram. Səhnə psixologiyası necə ki bizim həyat obrazımızda, bizim yaşam tərzimizdə, bizim var olmamızda, gerçək həyatda necə var oluruqsa, orada psixiki durumumuz, yaşamımız, hansı halı təşkil eləyirsə, səhnədə də onun eynisi baş verir. Eynisi sadəcə çox vaxt görürsünüz səhnə variantına gələndə, belə deyək, aktyor iş görən zaman ona təklif olunmuş vəziyyətdə, ona təklif olunan psixiki durum, hər hansı bir psixoloji məqam, psixodelik bir məqam, onu eləməkdə çox vaxt zorluq çəkir. O zaman nə etmək lazımdır? O zaman düşünürəm ki, insan gerçək olanına qayıtmalıdır ki, onun psixiki vəziyyətini, psixiki durumunu doğru şəkildə həyata keçirə bilsin. Psixoloji nədir? Əgər bu baxır, təbii ki, sənin oynayacağın bir rola baxır, sənə tapşırılmış, təklif olunmuş bir vəziyyətə baxır, onun bioqrafiyasına baxır, onun səhnəyə qədərki hissəsinə baxır ki, onun ümumiyyətlə vəziyyəti nədirsə, hansı vəziyyəti təşkil edirsə, onun psixoloji, psixiki, psixodelik durumunu gerçək həyata keçirmək üçün, belə deyək də, ondan bir səyahətə çıxmaq lazımdır və onu gerçək öyrənib həyata keçirmək lazımdır. Bir rolun ifası zamanı aktyorun zahiri görünüşündə edilən dəyişiklik qrim nəzərdə tutulur. Ona nə qədər emosional təsir göstərir, nə qədər kömək eləyir aktyora o qrim? Məncə personaja bağlı bir şeydə baxır personaj hansı obrazdadır, onun günü necə keçir, hansı işlə məşğul olur. Ona ssenariyə əsaslanıb və rejissorla onun xarakterini dəqiqləşdirib belə obraz yaradırıq. Məsəl üçün rənglərlə, tonlarla, saç düzümünün dəyişməklə, göz rənginin dəyişməklə belə Kömək eləyir aktyora. kömək eləyir. Vüqar müəllim, mən
araşdıran vaxt belə bir terminlə rastlaşdım. Psixofiziki əməl. Bu psixofiziki əməl nədir? Bir də belə bir söz eşitmişəm. Vaqif İbrahimoğlu deyib bunu. İnsan ruhunun hikmətləri. Bəli, Nədir bunlar? Nədir bunların fərqi? Psixosoft, bəli. Bu barədə danışın zəhmət olmasa. Elə Vaqif müəllim yaratdığı teatrda işlədiyim üçün, yox dövlət teatrında işlədiyim üçün, baxın, biz çox vaxt obraz üzərində işləyərkən, təbii ki, ilk olaraq bədii əsər bizə təqdim olunanda, biz bədii əsəri götürəndə, onunla işləyəndə təbii ki, onun birinci yaradıcılığından məşğul oluruq, hansı ki, yazarın yaradıcılığını, onun avtobioqrafiyasından tutmuş, tam gəlirik. Ondan sonra təbii ki, bizim özümüzə, daha doğrusu Vaqif İbrahimoğlu'nun yaratdığı bir gözəl poetika var. Onun adı psixosoftur. Freud və Jung'un belə deyək də psixoanaliz və eyni zamanda Jung'un fəlsəfəsindən, psixologiyasından və bundan yaradılmış bir poetikadır. Adı psixosof adlanır və psixosof ruhun hikmətləridir, təbii ki, ruhun hikmətləri. Və aktyorun əsas predmeti nədir? Aktyorun əsas predmeti yaradıcılıqdan məşğul olduğuna görə onun əsas predmeti onun ruhudur. Biz ruhumuzla var olan insanlarıq. Yeganə bizim görmədiyimiz və onu belə deyək də toxuna bilmədiyimiz bizim ruhumuzdur. Ruh bədəndən ayrıldığı zaman cisim bu dünya ilə vidalaşır, belə deyək də. Ona görə də bizim eyni zamanda yaradıcı, görürsünüz, peşəmizin adında belə bir söz var, yaratmaq, yaradıcılıq. Biz təbii ki, o yaradandan deyilik, amma peşəmizin əsas adı da eyni zamanda yaradıcılıqdır. Yaradıcılıq olduğuna görə də psixofiziki əməl dediniz siz. Bax, bu həmən məsələdir ki, bax, dediyimiz kimi bir obrazın sənə təklif olunmuş vəziyyətdə onun əməl xətti. Onun əməl xətti nədən ibarətdirsə, o artıq onu əvvəldən dediyim kimi yaradıcı, yazandan tutmuş, ta özünə qədər və ondan sonraki məsələyə qədər o xətti doğru dürüst şəkildə, axıra qədər tam, kamil olaraq onun xəttini, bloklarını, keçidlərini düzgün təşkil edəndən sonra artıq onun psixo əməlləri də, psixofiziki əməlləri də onun üzərinə doğru oturmağa başlayır. Onun doğru yolunu, doğru çertiyojunu, xəttini, daha doğrusu onun geoqrafiyasını düzgün çəkəndən sonra gedəcəyin yolda artıq səndə artıq o da biz haqqında danışa bilmərik. Niyə üçün? Məsəl üçün belə deyək də, təklif olunmuş bizə hər hansı bir obraz varsa, biz onunla təbii ki, bir yola çıxacağıq və yola çıxanda bizim çoxlu alətlərimiz olmalıdır. Belə deyək də. Və bu alət nədir? Mənim bədənimdir, mənim özümümdür. Və eyni zamanda gəlir, oradan da çıxır birbaşa, bax o ruhun hikmətləri dediyimiz insanın öz məzmun qatına çıxır. Yəni, hər bir insanın öz məzmun qatından çıxış eləməlidir. Çox vaxt bir obraz yaratmaq sözü belə pafoslu səslənir. Pafoslu səslənsə də, indi bunun açıqlamaları biraz dünya fəlsəfəsində belə deyək də geniş məzmunda bunu çıxsaq, bax, bu məhz bir aktyorun, bir insanın, belə deyək, özünün məzmun qatında olan bir gerçəkliyi üzə çıxır. Sadəcə bizim bəhanəmiz nə olur? Bizə təklif olunmuş əsərdə mənə təklif olunmuş bir rol. O mənim yaxşı bir bəhanəmə çevrilir. Orada nə edirəm mən? Öz məzmun qatımdan bir hala gəlirəm, bir ruhumun hikmətlərindən bir pərvaz eləyirəm. Amma təbii ki, mənə təklif olunmuş oyun faktoru da var burada. Təbii ki, bu oyunsuz, belə deyək də, həyata keçmir. Həyata keçəndə oyunun üzərində, sənin psixofiziki əməlin də onun üzərində baş verir. Ruhun orada da, belə deyək, pərvazlanır, hikmətlənir və bir aktyorun məzmunu və gerçəkliyi ortaya çıxır. Məzmun qatı dediniz. Məzmun qatı, bir insanın məzmun qatı nə qədərdirsə, yəni o qədər var, yoxsa necə? Nə nəzərdə? Bax, gerçək, çox gözəl sual verdiniz əslində. Bax, o Shakespeare'in Hamletdə çox dediyi, sadəcə belə olduğu kimi də deyə bilməsəm, sadəcə bir fikri deyəcəm. Deyir ki, aktyorları göstərir, deyir ki, onlardan müğayət olun, onlar bizim zamanəmizin inciləridirlər. Bax, aktyor böyük mənada mənim üçün hər zaman müxalif olan insandır. Niyə? Çünki o heç nədən barışmır və hər zaman o müxalif olmalıdır ki, inkişaf etsin də.
Yoxsa o hər bir yerdə qalsa o inkişafa getməyəcək. O düşüncəsində hər zaman axtaran insandır. Əgər bir aktyor mütaliəsi yoxdursa, axtarışı yoxdursa, bir təcrübəni laboratoriyası yoxdursa özü olaraq da, yəni onu hər zaman onun üzərində Axtarış işləmirsə, onun məzmun qatı qısa olacaq. Yox, kim daha çox axtarır, onun məzmun qatı daha çox olur və onun etdiyi işdə dünyaca məşhur olan aktyorlarımızın baxırıq da göz ifadəsində, onun məzmun qatında oynadığı rolu biz onu nə edirik? Fərq eləyirik ki, fərqləndiririk ki, bax bu aktyor fərqli aktyordur. Onu nə ilə təyin eləyirik? O insanın çəkdiyi çertyojuna bax, biz getdiyi bir yolla biz ona baxarıq və getdiyi yolla baxarıq ki, bu adam çox dəqiq, planlı şəkildə işləyə bilir öz üzərində. Qurğusunu çox düzgün və səlis qura bilir. O da nə ilə bağlıdır? Aktyorun təklif olmuş rejissorunla təqdim etdiyi vəziyyətlə deyil. Və eyni zamanda aktyorun da onun üzərinə qoyduğu məsələdir. İndi bizim Qrimyor xanımımız bunu çox yaxşı məni dəstəkləyər. Elə bir ki, ona təklif olunur ki, belə bir qedim istəyirəm. Amma eyni zamanda orada onun öz yaradıcılığı və məzmun qatı onun üzərinə gəlir axı. Məsəl üçün, təklif olunmuşu ora çəkdim, qutardım, çəkildim arxaya deyil. Eyni zamanda bax ona görə müştərək işdir də. Hər kəs öz məzmununu ortaya qoyanda kimdə nə qədərdirsə o qədər də səviyyə qalxır. Kimdə nə qədər deyilsə bu gözəl bir fəlsəfədə, Yapon fəlsəfəsində bir gözəl bir ifadə var. Çox sevirəm həmişə bunu tələbələrimə də deyirəm. Deyir ki, heç vaxt fəlsəfəni məişətə endirməyin, məişəti fəlsəfəyə qaldırın. Bu çox gözəl ifadədir. Həqiqətən hər bir insan, hər bir aktyor, hətta belə desək, başqa işdə olmuş olsa belə, sadəcə biz daha öndə, göz qabağında olduğumuz üçün və yaradıcılıqla məşğul olduğumuz üçün və ruhumuz əsas bizim meyarımız olduğu üçün, biz oradan bəhrələndiyimiz üçün, yəni ora çox yaxşı şeyləri qoymaq lazımdır ki, təzahürü də çox gözəl olsun. Bir də belə bir anlayış var ki, aktyor bir rola hazırlaşanda deyirlər, əgər aktyor onu dərindən araşdırıbsa, başlayıbsa rol iş prosesinə, olur həmin o rolun özü. Yəni mən şəxsən Nihad olaraq deyiləm, həmin rolun adı Hikmətdirsə, mən Hikmətəm. Siz girim prosesində aktyorlarda belə bir müşahidə sezmisiniz ki, bu məsəl üçün Vüqar müəllim deyil, oynadığı başqa bir roldur. Hər kəsdə yox. Bəzi aktyorlar olur ki, onlar tamamilə personaja, obraza, necə deyim, Daxil Dərin. olur hə, və oradan çıxır. çıxmır yox. Amma yox, hamıda bu olmur. Hər kəsdə olmur. Mən bir ora Pauza əlavə verilən kimi Qırılır. çıxılır. Əslində bu əlavə etmək istəyirəm necədir? Bax, böyük mənada bizə təklif olmuş yenə deyim vəziyyət, bir obraz belə desək, bax, siz əgər bunu belə deyək də oynayırıqsa, obrazdan çıxmaq sözü belə bir fikirlər məni biraz qane etmədiyinə görə böyük mənada, təbii ki, sən bu işin içindəsənsə, o Karandaşın Klonada çox gözəl bir sözü var. Deyir, mən qrim olunansam belə, onun siması gülsə belə, və yaxud da ağlasa belə, amma deyir, orada dayanan, oradan gedən baxışlar, görünən baxışlar, mənim gerçək baxışlarım və o mənəm. Yəni, onun altında olan gerçək klondur, yəni Karandaş özüdür. Bu mövzu mənim üçün çox maraqlıdır. Saatlarla danışmaq istəyirəm bu mövzu haqqında, amma təəssüf ki, bizim vaxtımız bura qədərdir. Çox sağ olun gəldiyinizə görə. Təşəkkür edirəm. Sağ olun. Sağ olun. Bugün öyrəndik ki, səhnə sözlərdən çox hisslərdən ibarətdir. Səhnə təkcə danışmaq deyil, görməkdir, anlamaqdır və başa düşməkdir. Bəs siz necə düşünürsünüz? Bu barədə öz fikirlərinizi sosial şəbəkə hesablarımızdan bizə yazmağı unutmayın. Hələlik.